Azərbaycan mətbuatı 151 yaşını qeyd edir. Əkinçi qəzetinin nəşrə başlaması ilə təməlləri atılan mətbuatımız indiki dövrdə də inkişaf etməyə və informasiya çatdırmağa davam edir. Çap mediası ilə yanaşı televiziya, radio və onlayn informasiya platformaları operativ və çevik informasiya axınını təmin edir. Müasir texnologiyaların tətbiqi milli medianın beynəlxalq informasiya məkanında mövqeyini daha da möhkəmləndirir. Onu qlobal media ailəsinin fəal iştirakçısına çevirir. Artıq 4 ildir ki, Milli Mətbuat Günü ərəfəsində keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformalardan birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən media rəhbərlərinin, jurnalistlərin, kommunikasiya mütəxəssislərinin və informasiya texnologiyaları sahəsində çalışan ekspertlərin iştirak etdiyi forum fikir mübadiləsi və peşəkar əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Forum çərçivəsində informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, media savadlılığı, süni intellektin jurnalistikaya təsiri və dezinformasiyaya qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunur. Panel iclaslarında qlobal informasiya mühitində baş verən dəyişikliklər təhlil edilir. Medianın üzləşdiyi yeni çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılır. Bu baxımdan Şuşa Qlobal Media Forumu təkcə beynəlxalq dialoq platforması deyil, həm də gələcəyin media trendlərinin müəyyənləşdirildiyi mühüm müzakirə məkanına çevrilib. Müasir informasiya mühitinin əsas problemlərindən biri sürətlə yayılan saxta xəbərlər və dezinformasiyadır. Rəqəmsal platformaların genişlənməsi xəbərin yayılmasını sürətləndirsə də, informasiyanın etibarlılığı məsələsini daha da aktuallaşdırıb. Digər tərəfdən, bəzi hallarda auditoriya uğrunda rəqabət, keyfiyyətli analitik materialların azalmasına, sensasiya xarakterli başlıqların üstünlük qazanmasına səbəb olur. Süni intellekt texnologiyalarının media sahəsində tətbiqinin genişlənməsi isə müəllif hüquqları, etik normalar və məzmunun orijinallığı ilə bağlı yeni müzakirələri gündəmə gətirir. Məhz bu səbəbdən forumda həmin məsələlərə xüsusi diqqət ayrılır, beynəlxalq təcrübə öyrənilir və ortaq yanaşmalar müzakirə edilir. Ona görə də dövlət və cəmiyyət arasında olan münasibətlərin sağlam məcrada yönəlməsi üçün və rəqəmsal mediada dezinformasiyaların yayılmaması üçün peşəkar və deyərdim ki, ənənəvi media, o cümlədən televiziyalar, radiolar, bunlar da yayım vasitəsi kimi elə hesab edirəm ki, bu prosesdə daha fəal olmalıdırlar. Yəni, dezinformasiyaların araşdırılması və həqiqi reallığın cəmiyyətə ötürülməsi istiqamətində jurnalistlər öz addımlarını atmalıdırlar və istehsal elədiyi informasiyada reallığa üstünlük verməlidirlər. Azərbaycan mediası bugün yalnız xəbərləri çatdıran vasitə deyil, həm də milli maraqların müdafiəsində mühüm rol oynayan informasiya institutudur. Vətən müharibəsi dövründə jurnalistlər cəmiyyətin operativ məlumatlandırılmasında, dezinformasiyanın qarşısının alınmasında və Azərbaycanın haqq səsinin beynəlxalq auditoriyaya çatdırılmasında mühim xidmət göstərdilər. Bu gün də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidən qurma işləri Azərbaycan mediasının diqqət mərkəzindədir. Şuşadan, Xankəndidən, Xocalıdan, Füzulidən, Zəngilandan, Laçından və digər azad edilən ərazilərdən hazırlanan reportajlar böyük qayıdış proqramının gedişini, həyata keçirilən layihələri və bölgədə formalaşan yeni inkişaf mühitini ölkə və dünya ictimaiyyətinə çatdırır. Eyni zamanda işğal dövründə törədilən dağıntılar, tarixi və mədəni irsə vurulan ziyan, eləcə də Azərbaycanın haqlı mövqeyi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması istiqamətində də media öz fəaliyyətini davam etdirir. Beləliklə də 151 illik səngin inkişaf yolu keçən Azərbaycan milli mətbuatı bu gün də tarixi ənənələrinə sadiq qalaraq müasir dövrün çağırışlarına uyğun yenilənir. İnformasiya cəmiyyətinin əsas dayaqlarından biri kimi milli media cəmiyyətin düzgün məlumatlandırılması, ictimai rəyin formalaşdırılması, dövlətçilik maraqlarının qorunması və Azərbaycanın səsinin dünyaya çatdırılması missiyasını uğurla davam etdirir.